Ay Niko, neyiniz burada? Hələ yox, bir 5 dəqiqəyə gəl. Maraqlı bir yemək hazırlayacağım sizin üçün dovşan ətindən. Dənizin kənarında samovar çayı 5 dəqiqədən sonra gələrsən. Əşmin çönəmi ver oradan. Ay, daha bunu da çəkmə də qardaş. Ay, yavaş sirkəli, əlbəttə zalım ol zalım. A few moments later. Günlük Laçın səfərindən sonra qayıdıb gəldim doğma şəhərim Sumqayıta. Bu şəhər mənə doğmadır, amma hava Laçında bir başqaydı. İndi Sumqayıt uşaqları orada deməsinlər ki, havamıza nə olub? Bir-küt də qardaş, istidir. O gün favorit marketdə idim, gəzirdim, gördüm dovşan əti. Ümumiyyətlə bu dağ dovşanı yemişik, çox yemişik. Saxlanma dovşanı necə olacaq? Dadına baxaq. Ay, oradan dovşanı götür. Alım diri dovşan axtarır. Soyduzuya bax, orada bizim dovşanlarımız var. Bel, bud, qanat. 2 dənə aldım. Dedim bəlkə qonaqlarımız olar. Maraqlı da qablaşdırılması var. Deməli dovşan ətinin mədə, bağırsaq problemi, təzyiq problemi, şəkərli diabet və bir çox xəstəliklərə yaxşı təsir göstərir. Başlayaq. Antrikota bax. Dovşan əti yağsız olduğuna görə biraz kirlanğıc yağından əlavə edirik bura. Çox zərif əti var. Yüngül. Bir gündə bunun kababının dadına baxarıq. Kim necə istəsə elə də hazırlayar. Mən biraz istədim ki, pomidor da əlavə eləyim, biber də əlavə eləyim. Rəşvin, bir dənə çay verərsən? Çay verərsən? Rəngi də əla. Çox möhtəşəm yemək olacaq. Samovar çayı, karavan, dəniz qırağı, ülkər şirniyyatlarından da albeni, möhtəşəm. Pərviz deyirəm, bəlkə bir yemək hazır olana kimi dənizə bir kəllə vuraq. Ya da yox, sərinləməyin yolunu tapdım. Bir ayran hazırlayaq, buz kimi. Qatığı oraya indərmirik. Hazırlayırıq belə. Dağlılar demişkən, əndəririk. Aqualife sularından da buz kimi indəririk qatığımızın üstünə. Yeməyimiz də hazırdır, keçək süfrəyə. Nəhayət ki, gözlənilən an gəlib çatdı. Buz az tökmüsən, hə? Yaxşıdır, yaxşıdır. Rəng olaraq əla. Bəs dadı necədir? Yaşın. Ay, bu nə dadlı şeydir. Ay, kameranı söndür, gəl bura. Və dostlar, vlogumuz burada sona çatdı. Vlogumuz bitsə də yolumuz hələ davam edir. Bizi izləməyi unutmayın. Hələlik dostlar.